Salam dostlar. Bugün biz sizlerle ne edəcəyik? Təbii ki də Namazovdan təzə bölməni işləyəcəyik. Təzə bölmə deyil. Təzə bölmə deyil, təbii ki test 5 səhifə 29. Baxın. Səhifə 29 test 5 7 3 rəqəmli ədədlərin toplanması, yeni yüzlüyün yaranmasına keçəcəyik sizlərlə. Yeni yüzlüyün yaranmasıdır bizim bugünkü dərsimiz. Gəlin eləyək. 1. 374 üstəgəl 483 cəmini tapın. 403 7 7 üstə 8, 15, 5 yazırıq bir yadda, 3 üstə 4, 7, bir yadı var, 8, 857. B variantı. Keçdik 2-yə. 2-də bizə deyir ki, kvadrat üstə gəl 3 bucaq bərabərdir 8 olarsa, belə bir təsvir verirlər, şəkil verirlər, sonra deyir ki, cəmini tapın. İndi biz burada siz nə etməliyik? Biz burada uşaqlar bunu eləməliyik. Baxın, 8-in üstünə neçə gəlsə ki, 4-ün üstünə neçə gəlməliyik ki, 8 eləsin. Baxın, əgər ki bundan 2 dənə eynisi olsaydı, bir də yazsaydı ki 8, olardı ki 4 üstə gəl 4. Amma bizdən bunu soruşmadığına görə, fərqli olduğuna görə bizdən bunu istəmir. Ona görə də ki, gəlin eləyək. İndi biz burada çox var, 8 cəmi olması üçün. 0-ın üstünə 8 var. Amma biz bu təsvirə baxa bilməliyik. Bu təsvirə baxıb, buradan bilməliyik ki, bu 8 olarsa. Uşaqlar, indi biz baxın, burada uşaqlar, indi biz bunu tapmağımız üçün 7-nin üstünə 1 gəlirik. Gəlin qoyaq. Bura 1, burada 7 qoyaq da. Burada olacaq 8. 6-nın üstünə 9-u gəlirik, olur 15. Bir yaddamız oldu. Sonra 7-nin, baxın, 7-nin üstünə də 1, cavab 8'də, amma bir yadda da olduğumuz üçün 9, 958. Cavab A. Keçdik 3-ə. 3-də deyir ki, 2, 6, 5 rəqəmlərindən bir dəfə istifadə etməklə yazılan ən böyük 3 rəqəmli ədədlə 272-nin cəmini tapın. Baxın, bizdən bir dəfə istifadə etməklə deyir. Ən böyük 3 rəqəmli ədədini tapmalıyıq. Burada da ən böyük 3 rəqəmli ədədimiz 652-dir. Biz indi 652-nin üstünə gələcəyik 271-i. Yox, 72-ni. Gözləyim canım uşaqlar. Uşaqlar, burada 2 yazırıq. Bərabərdir. 2 üstə 2, 4, 5 üstə 7, 12, 1 yadda, 6 üstə 2, 8, 1 yadda var, 9, 924. Keçdik 4-ə. Temir üzüm bağında yeni stort üzümdən əvvəlcə 273, daha sonra bundan 82 ədəd çox çubuq əkdi. Yeni sort üzümdən cəmi neçə çubuq əkildi? İndi biz burada 273-ün üstünə 82-ni gəlirik. 3 üstə 2, 5, 7 üstə 8, 15, 2'ni də qoymaq lazım deyirdim, amma 2'ni qoya bilmirik. Çünki bir yaddamızda olduğuna görə bura 3 qoyuruq. 355. Sonra deyir ki, yeni stort üzümdən cəmi neçə çubuq əkildi. İndi biz burada 355
üstünə 273 gəlirik. Hə uşaqlar, biz indi deyirdim ki 373-ün üstünə, 355-in üstünə 273 gəlirik. Ay, 273. 5'in üstüne 3, 8, 5'in üstüne 7, 15, 3'ün üstüne 2, 5, 1 adı vardı 6, 658 dəqiqə. Bir dənə gözləyin uşaqlar. Uşaqlar, mən burada səhv hesablamışdım, bağışlayın. 628 edir burada. Onun için 628'i nişanlayırıq. İndi keçdik 5'ə. 5'də deyək ki, onluqlar qədər yuvarlaşdırdıqda 470 alınan ən böyük ədədlə 92'nin cəmini tapın. Uşaqlar, biz indi bunu onluqlara qədər yuvarlaşdırdıqda ən böyük ədədlə 92'nin cəmini tapırıq. Biz indi burada 400 onluqlara qədər yuvarlaşanda 470 alınan ədəd neçə deyək 471 də var. Amma bizdən ən böyük istədiyinə görə biz neçə deyək 474 üstünə 92 gələk. 4'ün üstüne 2, 6, 7'nin üstüne 9, 16, 4'ü koyanda bir yadda olduğumuza göre de ki 5. 566. Bak, geçti 6'ya. 6'da deyik ki 272 üstə gəl 192 bərabərdir ulduz və ulduz üstə gəl 252 bərabərdir kvadrat. Kvadratını bağışlayayım. 3 bucaq olarsa 3 bucağın yerinə 3 bucağın qiymətini tapın. Baxın, indi biz burada 7'nin üstünə 2 gəlirik, 2'nin üstünə 3'ü gəlirik 5, 7'nin üstünə 9, 16, 2'nin üstünə 1, 3, 1 yadı vardı 4, 465. Özüm bu üstdən yazdım ki siz görə biləsiniz. 465 üstə gəl 252 5 üstünə 2 7 6'ın üstünə 5 11 4'ün üstünə də 2 6 amma bir yadda da olduğumuza görə 7 717 cavab C. Toplama əməlinə görə A üstə gəl B üstə gəl C cəmini tapın. İndi biz burada uşaqlar 3'ün üstünə 4'ü gələndə 7 eləyir. 8'dən 4 çıxırıq. Ya da yox. Uşaqlar burada 8'dən 4'ü yox. Bu 14 olur uşaqlar. Baxın 8'in üstünə burada 6 gəlirik ki 14 olsun uşaqlar. Çünki 14'dən 8'i çıxanda 16 eləyir. Onun için burada 6 yazdırıq. Sonra burada 8'in üstüne 2 yox. Burada 5'in üstüne 2 gəlirik. 5'in üstüne 2 gəldi 7 eləyib. Bir yadda da olduğumuza görə 8. İndi biz bundan cəmini tapacağıq. 5 üstə gəl 6 üstə gəldi 7. 6'ın üstünə 7. İndi sizə deyim hansılarca. Bu C'dir, 7 C'dir. 6 B'dir. 5 də A'dır. 5'in üstünə 6 11. 11'in ya da belə asan da olsun ki 6'ın üstünə 7 13. Ondan sonra 13'ün üstünə 5 18. Cavab 18. İndi keçdik 8'ə. 8'də deyək 271 üstə gəlməydim. Kiçikdir, kvadrat.
Ondan sonra kvadrat kiçikdir 301. 301 kiçikdir 383. Sonra 383 kiçikdir dairə kiçikdir 392 sıralamasında kvadratın yerinə yazılacaq. Ən kiçik ədədlə dairənin yerinə yazılacaq. Ən böyük ədədin cəmini tapın. İndi biz bura uşaqlar deyək ki, bunun yerinə ən kiçiyi yazacağıq. Ən kiçiyi yazmağımıza görə 272 bura. Ondan sonra burada ən böyüyünü istəyir. Sonra bunun cavabını hesablayacağım. 270. Burada da ən böyük olması üçün 393 yazamaram. 384. Gözümdə uşaqlar, mən bunu tam eləyim. Gözümdə. Hə uşaqlar, bura 384 deyil. Ən böyüyünü istəyibmiş bizdən burada. 391. İndi biz bura 391 yazırıq. Cəmini tapırıq. 2 üstə 1, 3, 7 üstə 9, 16, 2 üstə 1, 5, 1 yadda var idi 6, 663. Keçdik 9-a. Burada deyir ki, A böyükdür 371 müqayisəsini ödəyən ən kiçik 3 rəqəmli tək ədədlə rəqəmlərin cəmi 11 olan ən böyük 2 rəqəmli ədədin cəmini tapın. İndi biz bura uşaqlar şey eləməliyik. Bura ən kiçiyini yazmalıyıq uşaqlar. Burada da olacaq 372. 372. Sonra deyək ki, tək ədədlə ən kiçik tək ədəd istəyirmiş bana. O zaman bura 273 yaza bilərik ən azı. Kiçik dediyinə görə. 273. Sonra rəqəmlərin cəmi 11 olan ən böyük 2 rəqəmli ədədin cəmi tapın. 3-ün üstünə 7. Ben gözüm uşaqlar. Hə uşaqlar, burada 461 olur. 4-ün üstünə 6 gəndə bizə deyir ki, rəqəmlərin cəmi 11 olan 11 olsun deyir rəqəmlər. 4-ün üstünə 6 gəndə 10, onun üstünə də 1, 11. İndi bizdə ən böyük ədədin cəmini tapacağıq. 2 rəqəmli ən böyük. Ən böyük ədədimiz 2 rəqəmli ədəd. 99-dur. Onun üçün 461 üstünə 99 bərabərdir. 1-in üstünə 9, 10, 0 yazıram, 1 yadda uşaqlar. Ondan sonra 6-ın üstünə 9. Uşaqlar, burada mən yenə tənbəl olduğum üçün səhv demişəm. Burada düz demişəmmiş mən. Mənim anam deyir ki, 461-dir burada. Mən deyirəm ki, bu 373 olmalıdır axı. Ona görə də ki, 373-ün üstünə gərik 92. Ən böyük 92 olduğuna görə. 3-ün üstünə 2, 5. 7-ün üstünə 9, 16. 3, 1 yaddamız olduğuna görə 4 yazırıq. İndi keçdik 10-a. Verilən toplama əməllərinə görə sual işarəsinin yerinə uyğun ədədi tapın. 2 üstə 4, 6. 9-un üstə 7, 16. 1-in üstə 2, 3. 1 də var idi 4. 466. 6-ın üstə 2, 8. 6-ın üstə 7, 13. Görsəmir. Gördüyüm bir də. 8. Ay.
8, 6 üstə 7, 13, 4 üstə 3, 7, 1 7 vardı 8, 8, 38. Uşaqlar, bugünkü videomuz bu kadardı. Umarım beğenmişsiniz. Yani bu kadardı işlediğim kadar. Sağ olun, öpürəm sizi.